qeyri-stabil olur. Qaqaş ne deyir? Ay, sağ ol. Dostlar, hamıya salam, axşamınız xeyir. Mən Fuad, növbəti çıxışımla qarşınızdayam. Bugünkü çıxış tam fərqli çıxış olacaq. Bugünkü çıxış daha da maraqlı bir çıxış olacaq. Və mən çəkdiyim bu videoları bir gün daha da maraqlı etmək üçün belə bir qərara gəldim ki, hal-hazırda bizdə sosial şəbəkələrdə tanınan və maraqlı kontentə sahib olan futbol blogerlərin biri ilə birlikdə bir video çəkim, gözəl bir podkast hazırlayım və bir gün TikTokda videolara baxan zaman belə bir gözəl insanla qarşılaşdım və həmin insanı öz verilişimizə dəvət etdim. Bu insan isə 90 üstəgəl futbol kanalının admini Cəbrayıl Vaqifoğludur. Cəbrayıl, xoş gəlmisən. Salamlayıram mən də səni. Yəni mən məmnun oldum bugünkü görüşlə bağlı. Açıq Fuad, belə bir şey deyim, mən 90 Plus futbol kanalını yaradanda bu sahədə insanlar az idi. Amma zaman mən gördüm ki, həqiqətən belə şeylər artıq maraq var. Rəqiblərim də çox rahatsız edeyim. Olsa qeyri-mümkün. Ya, amma mən də xoşum gəlir. Məsələn, rəqib, potensial varsa əgər bu insanda, mən də xoşum gəlir ki, onlarla birlikdə nəsə iş görmək. Mən səni necə tanıdım, mən sənə bir şey deyim, izləyicilərə də bildirəcəm. Açıq bir gün TikTok gəzirdim, qabağıma belə bir şey çıxdı. Gördüm podkastdır. Mən həmişə podkast sevmək istəmişəm. Sadəcə ətrafını qura bilməmişəm. Podkastdır, Qaqaş təkdir, nə etmək lazımdır? Bəlkə Qaqaşla bir dənə video, maraqlı olmalı. Məncə deyib düşündüm. Maraqlı düşündüm. Ona görə bir dənə orada rəy yazdım ki, çox gözəl, əla bir kanaldır, podkast, belə uğurlar sizə. Təşəkkür edirəm. Ondan sonra sən özünün mənə əlaqə saxladın, danışdıq. Mən də şad oldum. Yəni, bir də sənin qonağına inşallah maraqlı söhbətlər olacaq. İnşallah çox maraqlı söhbətlər olacaq. Özünüz bilirsiniz ki, mən Barcelona azarkeşliyəm. Bunu artıq hamı bilir. Mən də bilirəm Cəbrayıl hansı klubun azarkeşliyəm, amma bəziləriniz bilmir. Sizəm özü məlumat versin. Çox insan açığı mən video paylaşanda da mənə yazırlar. Real Abijniksən, Barcelona Abijniksən. Abijnika, bəli. Abijniksən. Yəni mən nəyə deyəcəm? Bəzi rəylərdə bildirmişəm. Kiməsə direktə yazmamışam. Rəylərdə bildirmişəm ki, mən Manchester United azarkeşliyəm. Qısa konkret. Ən tarixli klublardan. Əvvəl yaxşı, indi bərbad kimi olan Manchester United. Əsas tarixi bərbad. Amma sən videolar paylaşanda, niyəsə Realın müsbətinə danışanda sən Real fanatsan, Barcelona'nın mənfisinə danışanda sən Barcelona abijniksən, mən ən böyük Barcelona fanatı buradadır. Bəli, mən qardaşım İndi mən onun yanındayam, düzdür. İnsanıq da, istəyir də, ürəyimizdən gələn komanda olur. 2003-dən mən Manchester fanatıyam. Yəni Manchester fanatıyam, Manchester'in düşüşdədir. Fuad, düşüşdədir açıqdır. Amma biz nə edirik? Biz komandadan dəyişmirik də. Yəni o burada bilinir. Əsl azarkeşin gücü mənə görə burada bilinir. Amma məsələn çox mədiyyəki rəylərdə sən subyektiv yanaşmırsan. Dedim ki, mən subyektiv yanaşsam, ancaq Manchester'dan paylaşıram ki, ancaq Manchester'da fikir. Subyektiv yanaşıb nə istəyirlər ki sən? Yəni deyirlər ki, sən sırf şey eləmədən, baxırlar ki, Realdan danışıram, Vinicius'dur, nə bilim, ara sıra Liverpool, Barcelona. Mən belə çıxır ki, mən hansı komandadan danışdımsa, həmin komandada ki, xeyr. Bu söz və qüvvət mən onu əlavə eləmək istəyirəm. Yəni bizdə ya pisini danışmalısan, ancaq pisliyindən danışmalısan, ya ancaq yaxşısından danışmalısan. Mən belə düşünürəm. Bunların bəzi insanların düşüncəsinə görə. Yaxşı azarkeşlər var, adekvat azarkeşlər var. Bunlar öz yerində. Məsələn, sən United'dan danışsan, United sən öz azarkeşlik edən bir klubdur, sevdiyin komandadır. Bu tam başqa bir şeydir. Barcelona'dan danışsan, bəli, Barcelona yaxşı nəticəsi olubsa, yaxşı oyun nümayiş etdiribsə, necə ki, son oyunda Atletico Madrid qarşı nümayiş etdirdi. Və bu haqda danışmaq pis bir şey deyil. Əlbəttə ki, bu ilə obyektivlik, subyektivlik bilinmir. Mən sənə söz deyim, yəni Barcelona qələbəsi son dəqiqəsində şişirtmə. Niyə? Adamlar Madrid kimi, Real Madrid kimi komanda ilə oynayır və 120 dəqiqə can qoyurlar oyunda. Düzdürmü? Biz də belə zəng. Yox, necəni düzdür ki, yəni vurdu Barcelona'ya. Düzdür, mən də gözlüydüm. Mən razıyam. Heçə gözlüydüm mən açıq oyunu. Heçə gözlüydüm. Amma Barcelona gəldi, niyə gəldi Barcelona? Çünki biri var Real Madrid də 120 dəqiqə oynayasan, biri var ki, Benfica ilə yəni oyuna çıxasan. Başa düşdün? Arada böyük fərq var. Yəni nə demək olar? Razıyam sənə. Yəni Real başqa səviyyədir, Benfica başqa səviyyədir. Okey, mən bu ilə
mübahisə eləmək istəmirəm bu haqda, razıyam. Amma Benfica da zəif komanda deyil. Benfica o komandadır ki, Amma Real Madrid deyil. bilirəm, amma ona qalsa Atletico Reala qarşı demək olar 120 dəqiqə ancaq hücum futbolu oynadı. Yəni Reala göz açmağa imkan vermirdilər. Çəkinmədi, açıldı. Bəli, çəkinmədi. Yəni Real, amma gəl Atletico Madrid ilə Realın oyununa baxaq, son oyunları deyirəm. Və Atletico Madrid ilə Barsanın oyunlarına baxaq. Görək hansı komanda Real Madrid yoxsa Barcelona Atletico Madridə qarşı dominant futbol oynayıb. İndi mən Barsa azarkeşiyəm deyənə bunu demirəm. Sadəcə olaraq Real azarkeşlərə öz fikirlərini bildirə bilərlər. Gəlin baxaq, hansı komanda daha dominant, daha belə birinci dərəcəli futbol oynayıb. Mən bir söz deyim də, düzdür, Barcelona həqiqətən möhtəşəm oynayıb, hal-hazırda möhtəşəm oynayır. Bir ara yanındadır, Real arasında 8 xal fərqi var idi. Səhv eləmirəmsə Real Madrid qabaqdaydı. 8 xalla qabaqdaydı. Yanvar ayında. Sonradan nə oldu? Real çöküşdə, Barcelona qalxdı. İndi aralı 3 xal, səhv eləmirəmsə 3 xal oynayır. Az da xal bərabərdir Barcelona, amma Bir oyun əksik, bir oyun əksik. Bu şəkildə yəni liderdir. Amma sonunda çempion olacaq bu, o bir sual doğuran bir şeydir. Təbii ki, Barcelona fanatları mən inanıram ki, %100 yazacaqlar ki, Barcelona sonunda çempion olacaq. ona hamı deyəcək. Bəli, onun ret ki, Barsa azarkeşi qayıdıb deyəcək ki, yox, sonda Real ola bilər ya da Atletico ola bilər. Yox, Barsa çempiondur. Yox, o istədiyi ayrıdır, Real'ın ayrı bir şeydir. İstək başqadır, reallıq başqadır. Yəni bu istəyin deyir. Əlbəttə mən də istəyirəm Barsa çempion olsun. Məsələn, mən də Manchester istəyirəm, amma bilirəm ki, çempion Liverpool. Liverpool olacaq. Arada 15 xal olmasa belə deyəcəyim ki, Liverpool. Liverpool çəkilməz da səncə? Arada 15 xal demə var, 15-də səhv eləmirəmsə. Arsenala güvənmirsiniz, öyle. Arsenal comeback eləyə bilər, amma Arsenal əvvəllər məsələn yaxşı start götürür, sonda büdürürdü. İndi belə də aşağı yuxarı olur. Arsenal qeyri-stabil oynayır. Qeyri-stabil Yəni oynayır. düşür, qalxır. Açıq Chelsea oyunu qələbə gözləmirdim. Mən də Mikel Merino vurdu, amma o vurdu, ha. Vurdu. Yəni oydu. Ondan sonra hücumçu edirlər. Yəni düşünmə heç olaya Chelsea-da. İndi bəzi azarkeşlər yazıcı baş çıxmır futbolda. Amma yenə də Chelsea-nin hal-hazırda durumu, məsələn Mareska'nın oynatdığı oyun mənə daha çox xoşuma gəlir. amma indi Bəlkə Arteta'nın. son vaxtda düşüşdə da Chelsea baba düşüşdə. Düşüşdə ola bilər, amma yenə də Mareska mənə görə daha yaxşıdır Arteta'dan. Mareska daha yaxşı. O hansı Leicester çempionluqda çempion edən baş məşqçidir. O mənə görə daha yaxşı hal-hazırda Arteta'dan. Mən elə gəlir ki, Mareska'nın problemi bilsən nədir? Hətta bu Mareska'nın problemi deyil mənə elə gəlir. Komandada o qədər oyuncu var ki, bilmir yəni bu kim oynasın. Yəni bir o komandadır ki, komandada 7 dənə qapıçı var. Nəyə lazımdır bu qədər qapıçı? Aydın gətirinmə, bir dəfə bir şəkil var idi, yadımda ki, 40-dan çox oyuncu var. Yəni o görürsən. Razmaka yer yox. Yəni elə bir ki, hər evdə bir nəfər gedir bu. Elə bir şeydir. Amma sonradan Mareska nədir? Mən fikir verdim. Pochettino vaxtında elə idi. Sən deyən idi. Yəni bir aç deyim, it yəsini tanımırdım. Fərman Şamoğlu demişdim. Buradan salamımızı göndərir ona. İt yəsini tanımırdım. Manchester'da olan orada baş verirdi. Neynədi? Mareska gəldi, bir əl adamsını icarə satdı, öz 11-ini qurdu. Hansı ki, düzdür, Madeyken qoyub sola, sağ cinahı daha doğrusu, oynayır özü üçün. Amma mənə yanıldığım nədir? Ən çox Mudrikə mən də sevsəm, açıq. Mudrikə mən... Dopinqə görə, mən bilmirəm, yanılıram yoxsa yox, məncə dopinqə görə uzaqlaşdılar. Bəli, Paketa ilə mən onu çaşdırıram. Yox, Paketanı qasma, Paketa fırıldaqsın. Paketa fırıldaqdır, ona görə... O paylaşmışdım. Paketa fırıldaqdır, Paketa nəsə mərc oynadı, nəsə zirbil işləri olur. Amma Mudrik sırf dopinqə görə, yəni futboldan uzaqlaşdırma. Deyəsən, hələ ilim bilmirəm, yəni mən o qədər İngiltərə futboluna maraqlanmıram. Mən ona hepsindən, məsələn, o heyətdən Mudriki görürdüm. Ən çox da konferansda oynadım. Və onu görürdüm, amma gəl ki, belə, amma yenə də Mareska oynatdığı oyun mənə xoşuma gəlir. O ki, qaldı Barcelona temasına, məsələn, indi Çemalqəsi olacaq, indi o növbəti həftələrdə danışarıq bir Çemalqəsi ilə bağlı mərhələ keçəcəkmi, necə olacaq. Amma çempionata qalsa, yəni Atletico, Real, Barcelona oyunlarında hal-hazırda üstünlük kimdədir? Məsələn, Real Barcelona'ları kim udmuşdur? Birinci oyunda Barcelona 0-4 qalib gəldi. Atletico oyunda da Atletico oyunda şəxsi qarşılaşmalar necə olacaq? Barsa sırf olaraq Ferran Torresin son dəqiqələrdə vurdu. Ferran Torres gəlib oyuncudur. Elə çıxıb, yox. Sizcə, dəxlizi vaxtda bir çıxıb bir də olur. Ferran Torres, mən demişəm bunu, mən keçən verilişdə dediyim, öz verilişimdə qoymuşam, YouTube-dan baxa bilərsiniz.
Mənə görə Ferran Torres bu dəqiqə dünyanın ən yaxşı futbolçusudur. Ehtiyatdan oyuna daxil olandan Hə, sonra. onu düzəltdim. Onu düzəltdim. Qaqaş nə deyirsən? Kimdir? Ronaldo Messi fanlar gələcək. Ya Mbappe fanları bilirsiniz ki, sən nə danışırsan? Yox, zarafat indi Ferran, biz Ferranı nə normal tərifləyə bilirik, nə də ki normal təhqir eləyə bilirik, tənqid eləyə bilirik. Bilmirik adama nə deyək. Outsider komandaya qarşı elə oynayır ki, elə bil ki bu Real Madriddə qarşısındakı. Amma Real Madriddə qarşı elə oynayır ki, Atletico Madriddə qarşı elə oynayır ki, elə bil qarşısındakı outsiderdir. Çox belə qəribə. Təxəssüs vaxtı bir də gözə çıxır ortaya. Atletico oyunda qol vurdu. Çenar arasında oyuna girir. Gürcüdür. Sevgilisi 2 gol vurdu, dubl Benfica Borussia Dortmunda qarşı. Yox, nə vaxt qarşı dursun? Bu axırıncı oyun girir. Benfica oyuna girdi. Benfica ilə oyuna girib girməmək yadımda deyil. Amma yəni orada önəmli. Yəni mən görmədim, nə yəni görmədim. Oyuna girib onun oyuna girməyin vəzifəsi bilirsən nədir? Barsa dar olan moment. Yəni Filip qışqırır ki, Ferran, o da təzə video çıxıb Instagramda, belə təzə stikerdir, nəsə çıxıb, nə balaca kukladı, qışqırır Ferran, yəni Ferran gəl kömək elə mənə. Başıma Ferran Torres Supermendir, ikindi gəlib oyunu Supermendir. Ya mən açıq deyirəm sən, bilmirəm ya elə. Məncə Barcelona faktlar bunu yazsın. Barcelona Superman Ferran deyil. Kimdir? Mənə görə. Yəni oyunu sonradan girib dəyişdirən deyirsənsə, Superman odur da, yəni gəlib xilas eləyir səni. Amma yəni oyunda düz oyunda Yamaldır. Yəni şərtsiz Yamaldır. Rafinha da Joker kimi oynayır hal-hazırda. Jokerdir, mənə görə Joker odur. Hər komanda, Joker mənə görə odur. Lewandowski bu yaşında, yəni yenə də məncə möhtəşəmdir. Yəni heç bir formundan əsiri verməyib də Lewandowski. biraz verir. Biraz. Biraz sən ola və Barsa çox baxmırsan, ola və bəlkə sən fikrində United-dədir. Yəni biz onu bilirik. United-dan danışmaq Lewandowski, yəni yox, mən həmişə demişəm çıxışında da, burada da deyəcəm. Yəni sən də şahidsən. Mən Lewandowski-ni heç vaxt tənqid etməyəcəm. Nəzərə alsam onun yaşını, onun keçdiyi yolları və hal-hazırki, yəni onun rolunu hardan gəlib də? Bakıda adam Lexin heyətindədir, Lənkəranı qovramaq. Aysa, özü müdafiə oldu başladı. Karyerasına Lewandowski müdafiəçi kimi başlayıb, cinah müdafiəçi kimi başlayıb, deyin biləsiniz. Yəni Lewandowski hücumçu olmadı. Bilmirdim. O Lexia'dan müdafiəçi olub, sonra onu hücuma keçiriblər, sonra yavaş-yavaş Qarişə belə gəlib, nəysə. Strikerdir. 36 yaşı var adamın. Yəni bunu eləyirsə, 3 metrdən bəli topu qapıya vura bilmir. Okey, bunu biz öyrəşmişik. Amma gəldi elə qol vurdu ki, Sən niyə öyrəşmirsən? Çox az da şeylər. Messi onu o qədər stay qaldırıb ki, 100-yə, 36-37 yaşında elə qaldırıb ki, Lewandowski biz deyir, bu nədir? Yəni vura bilmir. amma halbuki onun yaşadığında indi belə hücumçu yoxdur top səviyyədə. Məncə də yoxdur. Məsələn, Top 5 liqadır. Manchesterdə var Zirkse, Hoylund, ikisini toplasan Lewandowski Sən də sual verin. Bal verim. Zirksen sən nə hisslər yaşadın? Bolonyada möhtəşəm performans, 4-cü yer oldu səhvəməsə, Çimalda gedir. Amma Zirkse transferində ümumiyyətlə Manchester'ın oyun planı uyğun gəlmirdi. Ten Hag'ın zibilləridir, gətirdi atdı ortaya. Demək olar ki, mən daha çox Hollandın meyli elədi Zirkse, Ten Hag. Ajax'ın oyuncularını gətirdi çoxunluqla. Ajax'ın o 2009 performansını düşündü ki, mən Manchester yaradacağım. Prime heyətini gətirdi. Amma o deyil də, yəni Manchester tam başqa bir şey. Bir şey ki, Ronaldo ikinci dəfə gəlişində tutuna bilmədi orada. Yəni nə gözləyirsən? Demək ki, komanda daxilində problem var. İstəyirsən sonra Yamalı da gətirir, o hələ ki düzəlməyəcək. Ay sağ ol, düzdür. Mən bir dənə United-dən Barsanın oxşar cəhəti mənə görə sən nə dedi? Yəni adətən nə söhbəti var da? Barsa nədir? La Masia üstünlük verəndə komanda daha yaxşı oynayır. Mən də elə fikirləşirəm ki, United bəzən öz İngilis futbolçularına daha çox üstünlük verəndə daha effektiv olur. Çünki məsələn o Prime United-ə qayıtdığımız zaman, nə bilim 2008 olsun, 2009 olsun, İngilis futbolçular daha çox idi. Mən bu dəqiqə United-də İngilis futbolçu bilmirəm, tanımıram. Maguire var, Kobe Mainoo var. Kobe Mainoo var. Ondakı Amorim çıxış eləmək istəyir başına, Kobe Mainoo göndərmək istəyir. Və dünən də bir dənəsini gördüm. Darren Fletcher var, yadım gəlir. Manchester'da arıqcılız bir şeydir. O görə ki, oynayır. Busquets necə Barcelona'ya gəlib biz deyəcək, bu nədir? Bundan dayaq olmazdı. Aysa. Amma Darren Fletcher'in dünən 2 dənə oğlu 21 yaşlarda Manchester'da. Tyler Fletcher idi, ofisin adı yadına gəlmir. Qoyaram ona. İki dənə asist bir qardaş elədi. 2 qolu bir qardaş vurdu. Hə, Fletcher'in yəni uşaqlar da. Hansı bir dənə belə şəkil var. Fletcher 2 dənə uşağı durub, yəni bir şey çəkmişlər. İl yadında deyil, mən orada göstərdim hamısı. Amma görsən İngilis deyirsən, yetişir. Manchester'da yetişir. Var, amma az çıxır. Bellingham, sözü kəsirəm. Bellingham mənim pis oyunçudur. Yəni hal-hazırda ən yaxşı oyunçulardan biridir. Dünyanın ən yaxşı
yaxşı oyuncularından biridir. Yəni necə ola bilər ki, yəni o Realda oynayır? Bəli, razıyam. Bellingham Almaniya məktəbini keçib. Demək olar İngiltərədə futbol oynamayıb o. Amma yəni ingilislərə futbol Cole Palmer var. Məsələn, Chelsea onu City-də çıxdı üzə, amma Chelsea-yə gəldi. İndi Foden var. Yəni İngiltərə amma indi United-də belə top səviyyəli İngilis futbolçu yoxdur. Məsələn, həmin dediyin o oyuncu vardı. Bir adı yadımdan çıxıb City-yə də qol vurdu son dəqiqələrdə. 2 dubl. Manchester'da. Ha, 2 gruptayız United. Yok, indişi diyorsun yoksa ne bak diyorsun? Son oyunlarında son City oyuncusu. City meydanda 2 gol vurdu. 16 nömrəydi. Ama Diallo. Ama Diallo. 16-17 yaşı var onda, neçə yaşı? O 17-18 yaşı olmadı Barcelona'da. Çox gözəl oyuncudur o. Belə bir şey deyim də, soldu, solaqdı, sağını çox istifadə edə bilmir. Mən də bəyənirəm, amma son oyunlar zədəldi, oyuna girə bilmir. Son Manchester düşüş hal-hazırda yaşanır ona görə. Manchester olsa qəribədir, çempionatda başqa bir cür oynayır, Avroligada başqa cür oynayır. Yine bir postlar da paylaşıblar. Avropanın kralı Ligandı təbii ki. Avropa ola bilməli kralı. Amma çempionatda tam fərqli. Bəli, tamam. çempionat Mən də dedim ki, köçürəmir artıq. Yəni Avroligaya qalib olsa, ən azından Çempionlar Liqası. Yəni ümid bir dənə odur da, başqa şans yoxdur. Yəni onun koridor var. Maraqlı ki, onu gözləyib də aşağı düşə bildi. Çünki aşağının arada böyük bir fərq yoxdur. Mənim maraqlıdır. İndi tutaq ki, United Avroliqanın qalibi olsa. İlk son üçlükdə olsa, ikinci divizyona düşüb Avroliqa Bəli. Yəni buna misal Wigan olmuşdu da İngiltərədə. 2010 ya 11-ci ildə dəqiqlik deyilməzsə, düşdü aşağı çempionşipə, amma Avroligada oynuyordu. Avroligada qrupdan çıxartıldı. Tək bu olmuyor var. Amma inanmıram, United inanmıram da o dərəcədə düşməyinə. Neçənci yerdə United? 14-də də lazım məsələn Manchester United, amma yenə deyirəm 5-4-yə qalxma şansı çox azdır. Amorim belə inanmır ona. Yəni ən qatı fanatlarına biri mənəm, yəni mən inanmıram. Aşağı düşmə ehtimalı o da olmayacaq. Çünki marka, reklam baxımından Manchester inanmır. Sən Amorimin bu dəqiqə Uniteddə olması, ümumiyyətlə Amorimin Uniteddə gəlməsi səni qane edirdi. Yəni bir azarkeş olaraq, bir fanat olaraq, United fanat olaraq istəyərdin ki, o gəlsin. Ən çox da Sporting heyətində City notdur, Manchester. Onda elə bir ki, mən kabul edirəm. Sevgi qazanır. Yox, söhbətdə gəlmir Amorim gələcək. Amma gəlməmişdən və qapını elə çıxdı ki, City notda. Və Guardiola bildirdi ki, mən gəlirəm də. Guardiola danışıq edir hal-hazırda. Daha doğrusu bir neçə il danışıq elədi, hə. Onun üzərində edirdi. Amma indi Sonra şey gəldi, slot gəldi. Slot da indi keçəcək slota. Açığı belə bir şey oldu. Açığı belə bir şey oldu. O Guardiola düşüşə keçdi, arvadı tərk elədi. Ondan sonra məhbus da çökülüyor. Konuşdum. Mən özüm də paylaşmışdım o videoda. Ondan sonra adamın içində arvadı. İçili arvadı. Sən elə dedin ki, kardeşler, mən özüm də görmüşəm ki. Mən ayrılmışam onlar. Sənə görə ayrılım. Yəni onu demək istəyirəm ki, ondan sonra daha çox düşdü. Depresiya düşürdü aslında. Düzdür, bildirmə oyunlarda çox da. Amma Brighton'un oyunda son oyunda 2-2. Mən eşitmişəm ki, saslar yenilənəcək. Florian Wirtz qətmək istəyirlər. Və ya bu mini. Limbomb da qoşulur onun yanına, Leverkusen'dən. City, ha. Ondan əvvəl Juventus'da Cambiasso var idi, sol müdafiə, onu da qətmək istəyirlər. Yəni dəyişiklik olacaq. Amma hal-hazırda Marmuş mənə görə City'nin ən yaxşısıdır. Guardiola deyək. Joshua Guardiola ola bilər. Amma Hücum cəhətdə. Guardiola çox daha yaxşıdır. Real bir dənə qol. Guardiola stabildir. Guardiola dayanmır. Yəni bilirəm, bu dəqiqə komanda ümumiyyətlə zəif oynayır. Ona görə Guardiola biraz gözdə çatmır bir o qədər də. Amma belə individual olaraq baxsaq, Guardiola görürsən ki, ən azından məsələn Real'la oyunlarda belə, yəni Mbappé'nin epizodunu saymasaq, Mbappé onu göndərdi Xorvatiyaya. Amma belə ümumiyyətlə yaxşı oynayır. Amma Marmuş sən söz və qüvvət olaraq hücum cəhətdən hücumçuları nəzərə salsaq, bəli, ən yaxşı. Başdan mərkəz müdafiəçisidir. Guardiola Amerika kəşfiyyatı. Nədə bu kimi çatmır o? Stoke elədir. John Stones'u eləmir. Lamı yada gəlmir, dayağa gətirmir. Bu son oldu eləyir o. Neçə il sağ müdafiəçisini dayaqda oynadır Lam. Adam ögəşmir də orada. Onun Lam kimi müdafiəçi indi yoxdur. Amma belə baxırsan, bir yaxın Busquets'dən da dedin. Lamın fiziki göstəricə baxanda deyirsən balaca uşaq oxşar. Kasado boydadır. Amma dünyanın ən güclü sağ cinah müdafiəçisi. Kasado zədələndi, xəbər Kasado, hə, Kasado 2 ay deyəsiniz. 2 aydan çox da ola bilər. Seksual için. Kasado bu dəqiqə necə deyim, yəni Barça üçün deməyim ki, önəmli bir oyuncudur. Yəni De Jong'un hal-hazırki formasını əsas fiqur deyil, amma sağ ol. Ehtiyatdan girdi daha çox. Ehtiyatdan girmirdi. Əsas heyət idi De Jong'dan əvvəl. Amma De Jong son aylar, yəni son
ay deyim, yaxşı, okey. Elə artırıb ki, bilmirəm indi baxmısan Barsan De Jong oyununa yoxsa yox. Hə. Ya mən özüm də inanmadım. Mən o adamam ki, mən De Jongu mövsümün əvvəli tənqid edirdim. Sırf oyununa görə yox, iradəsizliyinə görə. Belə zəif ruhlu olduğuna görə, həm də onun maaş söhbəti var bizlə, Barsa ilə. Bizlə deyirəm, elə bir mənim özümün komandası. Ya, bu dəqiqə La Liqadan çox maaş alan oyuncudur, Frank De Jong. Ben Barsa'dan La Liqada. Azaltmaq istəyir, indi azaldılıb, deyirlər ki, danışıqlar uğurla gedir, okeydir, olacaq, inşallah ki olar. Amma oyunu qoysaq, sırf olaraq oyundan danışırıq, futboldan. De Jong son oyunlar dəhşətdir. Ya sən bir sual verin də, o De Jong, Ajax-dakı De Jong göstərir mi Barcelona'dakı oyununu? Yoxsa İndi yox. göstərə İndi bilməzsə. yox. Çünki o prime dönəmi idi. Gəldi Barcelona'ya düşdü kimlərin arasına. Sənə pis deyildi, amma sən dediyin Ajax prime deyil. Çünki Ajax-da əsas fiqur oydu axı. Ajax-da özü fiziki güclü idi o. Əsas fiqur oydu. Onu bura qədər çəlimsiz oldu. O Şips var, Realda o məşqçi fiziki. Onu da çox qəşəng geçdi, əzələ yaradır. O da axır Barcelona çəlimsiz çəlimsizdir, onsuz. Nə deyirsən? Yəni Barsa əzəli boy belə olub. Çəlimsizlər. Çəlimsiz nə deməksən? Yəni şeydir, yəni Yəni adətlə, məsələn, Realda çox görsən necə dəyişir. Bale gəldi, Casillas, Vinicius Casillas. bizə əsas sənin lazım. Bunlarda Bale var, Realda Cas var. bizdə tiki-taka var, onlarda əzələ var. Bəzən ağıl əzələdən güclüdür. Mənə elə gəlir. Biz deyim, ənənəmizə sadiq olaraq Barsada həmişə belə cılız oyunçular var. Xavi, Iniesta, Messi özü balaca cırtdan idilər. Amma nə işlər gördü. Amma bu Xavi, Iniesta, Messi'dən danışma 2009'da Manchester'la final oyunda açığı. Yəni Messi'nin başla vurdu zərbə, 2-0 uduzmağımız. Bu qalsındır ha. O final deyirəm. Bura layiq idi məğlubiyyətə. Amma 2011'də mən özüm də acı məktəbdə oxuyurdum. Hamıya dedim ki, mənim Manchester çempiondur. Sir Alex Ferguson o səhvi eləməz, uduzmaz, yəni o səhvi eləməzlər. Guardiola kimi, o dünyanın uşağıdır. Oyun başladı, 1-0, 1-1 sevinir ki 1-1. Rooney də belə qol, açıq offside oldu. Offside var idi deyəsən. Rooney qolla. Bilməm, nəsə bir şey görür. Var yox idi deyə. Nəysə, O vaxt var, sözü kəsirəm, o vaxt var olsaydı çox klubun azarkeşləri indi sevinmirdi. Nədir indi bir Manchester nə edəcək? O Manchester deyil sözüm. Yəni bilənlər bildi. Manchester işim yoxdur. Real söz atdılar. Bal özü dedi. bu başa çıxışa tıxındı. Nəysə. Ömərsən nə dedi? Real deməli bir-birdən şu sevinci qayıdırıq da. O neyse. Kim vurdu ikincini? Messi. Uzaqdan. Manchester qayıtdı. Messi uzaqdan vurdu 2-1. Heç nə yox. Davino yerindən durub plasesi var idi 90'a. O təkcə Manchester'da girmədi. Yəni bu Nə? plas atdı. Ayağının gördüyü ilə də plas edirlər. Tabii ki ya. Üçüncü gol. Yəni o tək Manchester'da girmədi. Mən onu əminəm. Çünki mən məktəbə gedəndə o sözlər mənə necə dəyilsə. Yəni amma yenə komandamız tərkinləmədik. Çünki yəni, əgər ona görə komandanın tərk edən adam varsa, indi bizi demirəm, heç ola bilməz. Yəni o azarkeş deyil. Amma nəzərə alaq ki, 4 ildə 3 dəfə biz finala çıxmışdıq. Ya çempionlar. 2008 çempion, Chelsea uduz. 2009'da uduzdu Barcelona, 2010'da yenə Barcelona uduzdu. amma niyə? Birinci halda olub. 4 ildə 3 səfər. 4 ildə 3 dəfə çıxdı da. Ondan sonra Barcelona 2015'də oldu çempion. Onun da. Burada mən bir şey də əlavə eləmək istəyirəm. Yaxşı yadıma saldı. Qardaşımız. Barsa əlaqə edirlər ki, siz 10 ildə çempionlar qarşısında həsrətsiz. Yəni çox uzun müddətdir. Mən razıyam. Neçə oldu Real? Qardaşım, başa düşdülər. Real Udovaya utmağına təbrik edirəm. Yəni Real 16, 17, 18, 22, 24. 5 dəfə uddu. Okey. Real'ın 2014-dəki qələbəsi yadındadır. Bəli. 2013-2014. Ramos'un 90 plusdakı üstəgələci qolu. Bəli. Okey, sənin səhifədə də aiddir. Var idi, həm də o qolda paylaşmışdım. Ay sağ ol, hə. Ondan axırıncı dəfə, yəni o qalibiyyətdən, o çempionatdan əvvəl Real Madrid axırıncı dəfə çempion oldu. 2002, sən 2002 idi. Neçə keçir? Neçə ildir? 12 il. Neçədə 10 il? 2 il limitim var. Bay 2 il limit, yəni mən demirəm, qaqa. Sizdə 2, 12 il olur. Vallahi inanmıram ki, növbəti 5-6 ildə çempion olması, çempionlar arasında inanmır ha. Ayda. Yəni gündən çempion olsa son gəlib mənim səhifəmdə yazır. Amma şəxsi fikrimdir ki, Barcelona çempion olmaz növbəti 5 ildə. Hə, növbəti 5 ildə çempion ola bilməz, çempionatda qalib ola bilməz. İhtiyadır. Yəni bu üstündə Real şəf olar ki, o ola bilməz. Hə, bu da Manchester gəlib olar. Manchester birinci qoyarlar, çempionlar qarşısında Meksika qazansın. Çempion düşməz. Çempionlar düşməsin.
Çempionlar Liqasından sonra baxar. Məni istəyirlər o. Səhifimiz kimi dağılacaqlar məni. Sən ki, Sən belə demişdin. Bu da aşağı. Nəsə gözləyirsən çempionluğu. Çempion Liqası əlbəttə. İsti ayrı bir şey də gözləyirsən. Gözləyirəm. Qardaş, Onda da ki bu ildə çempion olacaq şey. Barsa, Barsa bu Çempion Liqasının qalibidir. Nə bilim valla. Dostlar, bu yeri kaydedin. Barsa çempiondur.